Dim test toplusu mürəkkəb efirlə səhifəsi 269, 103-cü sual. Molekulunda 8 hidrogen atomu olan mürəkkəb efir. Mürəkkəb efirin formunu necə yazacaq? Ne yazıq? CeH2NO2. Burada 8 hidrogen var. En bərabərdir 4. Nədir? Yəni C4, H8, O2. Bunun hidrolizi, mürəkkəb efirin hidrolizinə nə alır? Nə alınır? Deyir ki, turşu ilə spirt alınır. Turşu, bir də spirt alınır. Deyir ki, hidroliz məhsullarından biri gümüş-gücü reaksiyasına daxil olursa, yəni, yeganə hansı turşudur ki, gümüş-gücü reaksiyası göstərir? Formiyat turşusu. Biri formiyat turşudursa, bəs spirt nə ola bilər? Bəli, burada bir karbondur. Demək, karbon sayı 3 olar. Propil spirti. Bəli. Turşu gümüş-gücü reaksiyası göstərir. Nə alır? Karbon qazı, su, bir də gümüş. Onda bu nə olacaqdır? Propil formiyat. Aydındır. C variantı. Hı. 107. 100 qram 30% sirkə turşusu. Neçə qram sirkə turşudur? 30 qram. Sirkə turşusunda molyar kütləsi 60'tır. Sonra 75 mililitre məhlul 75 mililitre verir. Və məhlulun spirt məhlulun sıxlığı nə qədərdir? 0'dan %96. Onda spirtin kütləsi nə qədər olar? Rho V. Yox, məhlulun kütləsi daha doğrusu. Məhlulun kütləsi nə qədər olar? Rho V. Neçə olacaqdır mənim? 0'dan 96 vurur 75. Neçə qram deməkdir? 72 qram. Bu da neçə faizdir spirt? Propil spirti? 50%. Onda propil spirtin kütləsi nə qədər olur? 36 qram. Bunun da molyar kütləsi 60'tır. Sonra ne edirik? Sirkə turşusunu propil spirtlə reaksiyasını yazırıq. Nə alırıq deməli? CH2COO, CH7 və su. Deməli 60 qrama 60 qram daxil olur. Mürəkkəb efir alınır. Bir də 18 qram su. Onda mürəkkəb efirin emeri neçə olur? Bəli? 102. 102 qram olur. Burada 30 qram sirkə turşusu var qabda. O
36 qram propil spiriti var. Bunlardan hansı tam sərf olar? Yəni, sirkə turşusu. Bəli. 30 qram sirkə turşusuna 30 qram propil spiriti daxil olur. Neçə qram alınır? 51 qram alınır. Yəni, sirkə turşusu 30 qramdır. Onun 100% reaksiya girsə, 51 qram mürəkkəb befri alınır. Bu 100% deyirik. Amma çıxım nə qədər veribdir? 80% veribdir. Çıxım 80%dirsə, onda bu neçə qram olar? 40 tam 10,8 qram. Cavab nədir? D variantı. Yüz dokuz. Sirkə turşusu doymuş bir atomlu spit, M qram. Reaksiya zamanı hər iki maddə tamamilə sərf olunur, 17,6 qram mürəkkəb befir alınır. Deməli, sirkə turşusu, deyək ki, əvvəlcə sözlə yazaq. Məsələn, spirtlə reaksiya daxil olur, alınır mürəkkəb befir. Və 1 mol su. İndi burada 12 qram sirkə turşusu daxil olur, 17,6 qram mürəkkəb befir alınır. Sirkə turşusunun molyar kütləsi də 60-dır. İndi 60 qrama neçə qram alınır mürəkkəb? 88. Bunun molyar kütləsi 88-dir. İndi bu da bir də 1 mol su. 18 qram da su deyək. Və burada nə qədər olacaqdır deyək ki, spiritin kütləsi? Bəli? 46. Spiritin molyar kütləsi 46-dır. Deyək ki, buradan da M-i də tapaq. M neçə olacaq burada? 60-a 46-dırsa, 12-yə neçə düşür? 9,2 qram. Bəli. M-i bildik. 9,2 qram. Bəs spiritin formulunu tapaq. Spiritdən yazırıq CnH2n plus 1 OH. 14 plus 18 bərabərdir 46. M bərabər neçə? 2. Yaş. C2H5OH. Aha. 9,2 2. Yəni B variantı. Yaş. Yüz 11. X R1 CO O R2. Bir də Y. R2 O R3. X maddəsində 2 pirabitəsi var. Bir pirabitəsi buradadır. İndi digər pirabitəsinə baxaq. Onun əmələ gətirən doymuş bir atomlu spirit. Spirit tərəf hansıdır? Bu spirit tərəfdir. Bu isə turşu tərəfdir. Elədir? Hə. Deyək ki, onu əmələ gətirən bir atomlu spirit. Spiritin formuluna görə CnH2n plus 1 OH. Neçə atom var deyir? 6. Burada atom sayı nəyə bərabərdir? 3n üstə gələk neçə? 3. Bərabərdir 6. N bərabərdir 1. Yaş. Deməli, bu metil spiritidir. Onda bu nə olacaqdır? Metil radikalı.
Aha. Burada pir abidəsi yoxdur. 2 söygülük molekulda cəmi neçə karbon atomu var? Cəmi 7 karbon var. İndi baxın görün bu R1 hansı ola bilər? Yəni hansında pir abidəsi var? Pir abidəsinin biri buradadır, biri də buradadır deməli. Hansı radikal olacaq? Vinil radikal. Deməli, bunun formulu belədir. İkisi. Deməli, R2 metildir, R1 isə vinil oldu. Aha. Burada neçə karbon vardır? 4 tane karbon var. Neçə karbon qaldı? 3 karbon qaldı. Onda R2 metildir. Aha. Qaldı hansı radikal? Hə? Etil qaldı. R3 etildir. Hansı oldu deməli? D bəndi. Başa düşdünüz? 115. Eyni sayıda karbon atomu olan doymuş bir əsaslı karbon turşuya doymuş bir atomu splitdən əmələ gələn mürəkkəb efir molekulunda turşuya aid olması. Bax, belə bir şey deyək. Turşu və split. Bunun reaksiyasında buradan OH, deyək ki, buradan da nə çıxır? H. Alınır mürəkkəb efir. Belə yazacaq. Burada splitə aid olan hissə budur. Dedik. Düzdür. Turşuya aid olan hissədə deməli budur. Karbon sayı eynidir. Turşuya aid olan hissəsində neutron sayı. İndi turşuya aid olan hissəsinin formulu belə yazılır da. C HM plus 1 CO OR. Bu turşuya aid olan hissəsi. Burada neutron sayı nə qədərdir? Baxın, burada neutron sayı necə taparıq? Yəni, neutron sayı 20-dir, formulu taparıq neutron sayına görə. Nə qədər olar? 6 üstəgələk 6 karbonun bir dənə var. Üstəgələk oksigen də var 8. Bəli, bu 0-dır. Bərabərdir 20-yə. M1-dir. M1-dirsə, onda nə yazırıq burada? CH3 CO deyək, indi turşu ilə splitdə karbon sayı eynidir, hə? Eyni sayıda karbon atomu olan turşu ilə splitdə. Məsələn, burada 2 karbon varsa, deməli, burada da 2 karbon var. Splitdə də. Yəni, CH5-dir. Yəni, etil asetat efiri. Etil asetat efiri bunun neçə sinif arası izomeri var?
yani CH5, CO, O, C2H, CH3, CH3, C2H5. Yani burada belə yazaq da C4, H8, O, O2. Bunun sinif arası someri nədir? Karbon turşusu. Dörmüş bir əsaslı karbon turşusu. İndi hansı izomerləri var, sinif arası somerləri var? Bir, bucu yaza bilərik. Yağ turşusu ya da butan turşusu. Ya da nə yaza bilərik? İzo yağ turşusu. 2 metr propan turşusu. Deməli, 2 izomeri var. Aydındır. A bəndi. Yüz on yeddi. Mürəkkəb efir. Bunun yanması həm sallaşdırır, yəni budur. Yanma məhsullarının mol sayı. İndi məhsulların mol sayı nə qədərdir? 2. Bəli. Yanmasına sərf olunan oksigen. Bu qədər. Yanma məhsulların mol sayı X-dir. Yanmasına sərf olunan oksigen isə Y-dir. X-in Y-ə olan nisbəti. 2M bərabər 2M bölünsün nəyə? 3M çıx 2 bölü 2 bərabərdir 1 tam 10'da 5. M bərabərdir nəyə? 6. Yaxşı. Onda mürəkkəb efir formulu nə oldu? C6 H12 O2. İndi bunun hidrolizindən turşu ilə spirt alınır. Məhsullarından biri gümüş-gürcü reaksiyası göstərir. Yəni hansı nə anlab ki, gümüş-gürcü reaksiyası göstərsin? Yeganə turşu ki, formiyyat turşusu gümüş-gürcü reaksiyası göstərir. Onda o digəri nə olacaqdır? 6 karbon var, 5 karbon. C5, H11, OH olur. Spirt. Digərini, yəni spiritin, digəri deyəndə budur. Digərinin sinif arası izomeri.
sinif-arası izomeri. Yəni, spirtin sinif-arası izomeri nədir? Sadə efir. Baxın görün, hansı sadə efir olacaq? Hansı sadə efirdə 5 karbon var? Bəli? Etil propildir. Bəli, Y bəndi. Belə. %125. Burada molekülər kütlələr verib turşunu və spirt. Yazaq ki, məsələn, sen, H2+1, turşu, üstəcə, mürəkkəbdir, spirt. Anlı deyək ki, budur, mürəkkəbdir, OH. Bir də su. Belə bir formül deyək. Bu molekülər kütləsi 60, bunun molekülər kütləsi 46. İndi bir də su, 18 qram su. Bəs bunun molekülər kütləsi neçə olacaq? 88. Bəli. Yaxşı. İndi burada deyir ki, 3,6 qram su alınırsa, onda bunun kütləsi nə qədər olacaq? Mürəkkəbdə efendim. Bəli. 17,6 qram. %27. Aşbaz böyük yemək məclisində iştirak etmək üçün evdə sabun hazırlamaq istəyir. O, bunun üçün zeytin yağı və natrium hidroksidindən istifadə edir. Bu proses zamanı zeytin yağı natrium hidroksid reaksiyası ilə sabun və gliserin əmələ gəlir. Zeytin yağının tərkibində 88,4% olein turşusu trigliseridir. Əsas bura qədər lazım, bundan sonra lazımdır. Olarsa 1000 qram zeytin yağı. 1000 qram zeytin yağının 88,4% olein turşusunun trigliseridir. Neçə qram olur olein turşusu? Bəli. Demək, yazır ki, neçə qram oldu? 884 qram. Olein turşusunun trigliseridir. Neçə qram sabun almaq olar? Çıxım da 100%. Olein turşusunun trigliseridir. Deməli, necə yazılır? Hə. Bunun natrium hidroksid reaksiyasına nə alır?
yazırıq nə alınır? Onu yazırıq. Gliserin alınır. Və 3 mol C17H35 COO natr. Yox, H33 CO, bəli. Sabun alındı. Düzdür? Hə. Neçə qram sabun almaq olar? İndi burada bu ilə bunu müqayisə edək. Düzdür? 3 mol alınır. İndi 880, bu nə demək? 884 ilə. 884 qrama 3 vurulsun 304 qram. Onsuz da elə 884 qram vermişdi. Bu da neçə qram deməkdir? 912 qram sabun olacaq. Cavab 912. Yüz 29. Yağ. Yağın, məsələn, formulu necə yazılır? Bir miqdar hansı yağdır? Ona görə nə yazarıq bilmədiyimiz üçün? CR. Hə? Tərkibində eyni karbon turşu qalır. Yəni, radikallar eynidir, yəni. Hər üçü eyni radikaldır. Bunun yanmasında ad soyadını yaz. Yazmışam mı? Hara? Yaxşı. Kağızlar mənə ver. Sağ ol. 57 karbon qazı, mol karbon qazı. 52 mol su. Yaxşı. İndi belə deyək. Burada neçə karbon vardır uşaqlar? 6. 3R üstəcə 6 karbon. Bərabərdir 57 karbon var, düzdür? 57 karbon. R nəyə bərabərdir? R'də neçə karbon var? Bəli? 17 karbon. Yəni C17. Nə qədər hidrogen var? 104 dənə. Bunu tapdıq. 104 dənə hidrogen var. Yəni 52 mol su alınırsa 104 dənə hidrogen var. Və burada neçə hidrogen görürük? 5 hidrogen. Deməli 3R üstəgələ 5 bərabərdir 104. R neçə olur? 33 hidrogen. Deməli formül nə olacaqdır? C17H33, hə? COOH, belə. Bu turşudur. Olein turşusudur da. Hə.
Deyək ki, turşu molekulu sp2 bir neçə karbon var. Məsələn, oraya turşudursa, deməli bir karbon burada sp2'dir. Hə? Burada bir dənə 2 qat rabitə var axı. Ona görə 2 karbon sp2 olur. Sağ ol. Deməli, neçə karbon sp2 hibrit vəziyyətləri? 3 karbon sp2 hibrit vəziyyətləri. Yüz otuz bir kez spirt ilə Y turşu alınır mürəkkəb efir. Bu kez bu Y alınır Z mürəkkəb efir. Və son. Belə cümləni yazaq. Z mürəkkəb efirdə karbonun kütlə payı. Mürəkkəb efirdə sən H2 O2. Karbonun kütlə payı burada neçədir? 40%. Məsələn, bunun molyar kütləsi neçədir? 14 plus 32. Karbonun kütləsi 12. Karbonun kütlə payı neçədir? 40%'dir. 40% bərabərdir. Nədir? 12 bölünsün 14'dən üstəgəl 32. Vurulsun 100%. Nəyə bərabərdir? Bəli? 2. Onda deyirik ki, bu C2H4O2'dir. Şimdi bu hansı mürəkkəb efirdir yəni? Bir dənə metr formiyyət olar. Elədirmi? Metr formiyyət nədən alınır? Hansı spirtdən alınır? Təbii ki, metr spirti ilə formiyyət turşusundan alınır. Sigma rabitələrin sayına uyğunluğun müəyyən. Burada nə qədər sigma rabitəsi var? Bu Z-də atom sayı nə qədərdir? 8. 7 sigma var. Burada nə qədər sigma rabitəsi var? 4 dənə sigma rabitəsi var. Burada isə 5 dənə sigma rabitəsi var. Yaxşı. X 5 dənədirsə C-dir, 1C. Y 4 dənədirsə Y-dir. Z deməli A-dır. %35. X üstəgəl Y. Daimiş bir əsaslı Y karbon turşusunun molekulunda
Doymuş bir əsaslı karbon turşusu. Y. Bu turşudur. Alkil radikalının kütle payı 25%'dir. Şimdi bu turşunu mesela doymuş bir əsaslı karbon. CnHCl plus 1 COOH deyir. Bu alkil radikaldır. Bu 25%'dir. Bu da 75%'dir. COH'ın moleküler kütlesi neçədir? Mesela 45. Yani 45-75%'dir. Bunun moleküler kütlesi neçə olacaq? 14'den plus 1'de 25%'dir. Şimdi tapın deyək ki formula. 14'den plus 1 neye beraberdir? 15'e. En beraberdir 1. Deməli bu hansı turşu oldu? En birdirsə sirkə turşusu. Turşunu tapdı. Zetin molekulunda zet nədir? Mürəkkəb befirdir. Zetin molekulunda 13 sigma rabitəsi var. Mürəkkəb efirdə 13 sigma rabitəsi var. Atom sayı nə qədər? 3n plus 2'dir. Sigma rabitəsi də 3n plus 1'dir. Beraber de 13. En beraberdir 4. Yani C4, H8, O2. Şimdi bu hansı mürəkkəb efir yazar? Mesela sirkə turşusu var. Bunu ne yazar onda? CH3, COO, C2H5. Sirkə turşusunun etil efiri. Onda ikisi nedir? İkisi ne oldu? Etil ispirti. Bu ispirttir. İspirt. X, Y, Z madde molekulunda hidrojen atomlarının sayı. 1. C2H5OH'da. Deməli 6 hidrojen var. A. 2. Y. Turşuda CH3, COOH. 4 hidrojen var. C. 3. Mürəkkəb efir. C4, H8, O2'de. 8 hidrojen var. B. 1A, 2C, 3B.